Əziz izləyicilər, bax bu bizim Türkmen kəndinə gedən yoldur. Demək olar ki 2 ay bundan əvvəl yaşayış binaları üçün kanalizasiya çəkilirdi. Artıq 10 gün olar. Demək olar ki kanalizasiya çəkilişi qutarıbdır. Ancaq yolumuz belə bu bərbad vəziyyətdədir. Demək olar ki bu müddətdə neçə dənə mən şahidiyəm, maşın zədələndi, maşın sıradan çıxdı kanalizasiya çəkilişi dövründə. Lakin yenə də elə bu vəziyyətdə də qalıbdır. Bax, görürsünüz bu vəziyyətdədir. Çəkiliş qutarandan sonra bizə söz verdilər ki bu yol bərpa olunacaqdır. Ancaq hələ də 10 gün keçməsinə baxmayaraq bu yol görürsünüz bax bu vəziyyətdədir. Lüklərin böyrü başı hamısı açıq. Özü də söz verdilər ki qutarandan sonra asfalt yenidən çəkiləcək. Görürsünüz bax maşınlar hamısı gəlir. Baxın çətinliklə bax bu vəziyyətdə keçirlər buradan. Bir maşın gözləyir, biri keçir. Yol kanalizasiya çəkən qardaşlar, verdiyiniz sözə əməl edin. Siz söz verdiniz ki kanalizasiya qutaran kimi yol yenidən bərpa olunacaqdır. Lakin sözünüzə hələ ki düz çıxmamışsınız. Xahiş edirik, kəndimizin yolunu yenidən əvvəlki vəziyyətinə qaytarın. Qabaqdan yağışlı günlər gəlir, məktəblilər məktəbə gedirlər. Görürsünüz bax bu vəziyyətdə. Bax indi görürsünüz maşın bax nə vəziyyətdə keçir buradan. Hələ kəndə sarı ümumiyyətlə lap pis mənzərədir. Odur ki sizdən xahiş edirik, kəndimizin yollarını düzəldin. Çünki yenə deyirəm, qarlı qış gəlir. Bax, versiz şəhər arası keçir, o biri maşın gözləyir ki hava keçsin sonra bu geçsin. Görəsəm onu kanalizasiya çəkənlər düşünür yoxsa düşünmür. Xahiş edirik sizdən, kəndimizin yolunu bərpa edin. Sağ olun.